Salam, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Ümid edirəm ki, işləriniz qaydasındadır. Bugün sizlərə buraxılış imtahanlarının, yəni 9 illik buraxılış imtahanı modelinə uyğun olan bir mətn testinin tapşırıqlarının izahını verəcəm. İlk mətnimiz səhifəmizdə var, keçid edərək izləyə bilərsiniz. İndi isə növbəti mətnimizin izahına baxaq. İlk sualımıza nəzər yetirək. Qeyd olunur ki, üzərində rəqəm yazılmış hansı ifadələr həqiqi mənadadır? Gəlin baxaq. Üzərində rəqəm yazılmış ifadələr qurumağa, layiq görülməsi, ağacları kəsir, cavab verdi və üst tutdular. İndi görək bunlardan hansı həqiqi mənada işlənib. Göllərin qurumağı həqiqətən göl quruya bilər. Bu həqiqi mənadadır. Layiq görmək məcazi mənadadır. Ağacları kəsir yenə həqiqi mənadadır. Cavab verdi məcazi mənadadır. Üst tutmaq da yenə məcazi mənadadır. Ona görə düzgün variantımız olacaq 1 və 3C variantı. Daha sonra qeyd olunur ki, mətndə çərçivə daxilində verilmiş sözün mənasını müəyyən edin. Mətndə çərçivə daxilində verilmiş sözümüz plantasiya sözüdür və plantasiyada ixtisaslaşmış iri əkinçilik təsərrüfatı deməkdir. Yəni düzgün cavabımız yenə C variantı olacaq. Növbəti, qeyd olunur ki, hansı hikmətli fikir mətnin məzmunu ilə səsləşir? Uğursuzluqlar güclülərə daha çox güc verir. Bu mətndə biz hər hansısa bir uğursuzluq görmürük ki, həmin uğursuzluq da güclülərə güc versin. Yəni A variantı bizim şərtimizi ödəmir. Başqalarına qalib gələn qüvvətli, özünə qalib gələn isə əzəmətlidir. Burada özünə qalib gələn hər hansısa bir obraz görmürük. Yəni B variantı da mətnin məzmununa uyğun deyil. Uğur insana bəlkə də çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. Yenə burada mətndə biz uğursuzluqla bağlı hər hansısa bir belə deyim ki, səhnə görmürük. Yəni C variantı da bizim şərtimizi ödəmir. 1000 kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır. Bəli, elə düzgün cavabımız D variantıdır. Çünki əslində belə deyim ki, yenidən ştil düzəltmək, yenidən ağac əkmək əslində çox çətin bir prosesdir. Amma əslində proses nə qədər çətin olsa belə, yəni bir addımla başlasaq, digər belə deyim ki, addımlar gəlir. Yəni önəmli olan başlamaqdır. Ona görə də D variantı bizim şərtimizi ödəyir. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun. Belə bir hissə isə yenə mətndə yoxdur. Düzgün cavabımız olacaq D variantı. Mətnə əsasən klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Vanqarı Mati obrazını verib, cəsarətlidir, bəli. Təbiəti sevirmi? Bəli, Vanqarı Mati təbiəti sevir, yəni bir bizim şərtimizi ödəyir. Şöhrətpərəstdirmi? Xeyr. Hökumətdən kömək istəyirmi? Xeyr. Qətiyyətlidirmi? Bəli, qətiyyətlidir. Yəni 4 də bizim şərtimizi ödəyir. Təkəbbürlüdürmü? Xeyr. Ona görə də düzgün cavabımız olacaq 1 və 4 Y variantı. Növbəti, qarşısında Roma rəqəmi yazılmış cümlələrdən biri mətnin hissələri arasında əlaqəni pozur. Həmin cümləni müəyyən edin. Gəlin, Roma rəqəmi yazılmış cümlələrə baxaq. O, Nobel mükafatı almış ilk Afrikalı qadındır. Birinci budur. Daha sonra qeyd olunur ki, Nobel mükafatına layiq görülməsini xanım Mati böyük həyəcanla qarşılamışdır. İkinci cümləmiz budur. Sonra əkilən ağacların sayı 40 milyona çatdı. Üçüncü cümləmiz budur. Buna görə də bu ekosistem olduğu kimi qalmalıdır, qorunmalıdır. Dördüncü cümləmiz budur. Beşinci cümləmiz isə Vanqarı mərkəzi və Şərqi Afrika ölkələrində elmlər doktoru almış ilk qadındır. Baxın, 1 və 2-ci abzası oxusaq, biz uyğunsuz cümlənin ikinci cümlə olduğunu görə bilərik. Çünki birinci abzasda Vanqarı Matinin Nobel mükafatı almasından danışılır və qeyd olunur ki, Nobel mükafatı almış ilk Afrikalı qadındır. Daha sonra ikinci abzasda qeyd olunur ki, yaşadığı kəndin ətrafında göllər qurumağa, bulaqlar yox olmağa başlayanda Vanqarı nə isə etməli olduğunu anladı. Bir yerə toplaşmaq üçün digər qadınlara müraciət etdi. Bu hissəyə qədər biz artıq Vanqarının hər hansısa bir addım atmağına, daha doğrusu addım atmağa başlamağını görə bilərik. Yəni hiss olunur ki, artıq burada nələrsə eləməyə
başlayır. Amma daha sonra deyir ki, Nobel mükafatına layiq görülməsində xanım Mati böyük həyəcanla qarşılamışdır. Yəni bu ikinci abzasın yeri əslində, daha doğrusu ikinci cümlənin yeri birinci abzasdır. Yəni bu qarşısında 2 qoyulmuş, Roma rəqəmi ilə yazılmış 2 qoyulmuş cümlə həmin hissəyə aid deyil. Yəni qeyd elədiyim kimi birinci abzasa, yəni əsas hissəyə deyil də giriş hissəyə əlavə olunmalı idi. Düzgün cavabımız olacaq A variantı. Növbəti, mətndə qarşısında üçbucaq işarəsi qoyulmuş söz hansı cümlənin tərkibində mətndəki mənasında işlənmişdir? Üçbucaq işarəsi qoyulmuş sözümüz bu yol ilə, yəni burada yol sözü üsul mənasında işlənir. Bu üsulla bir neçə Kenyalı qadın öz bağçasında ştil yetişdirib ağac əkməyə başladı. İndi bizdə yol sözünün üsul mənasında işləndiyi cümləni müəyyən etməliyik. Kəndimizə asfalt yol çəkildi. Burada üsul mənası deyil. Biz uzaq yoldan gəlmişik. Burada da üsul mənası yoxdur. Hər bir tələbənin qarşısında geniş yollar açılıb. Burada da üsul mənası yoxdur. Vətən yolunda canından keçdi. Yenə burada da üsul mənasını vermir. Bilik əldə etməyin yolu çox çalışmaqdır. Bilik əldə etməyin üsulu çox çalışmaqdır. Bəli, yəni Y bizim şərtimizi ödəyir. Növbəti, mətnə əsasən doğru fikri müəyyən edin deyir. Qadınların dəstəyi ilə Vanqar öz məqsədinə nail olur. Bəli, doğru variant A variantıdır ki, qadınların dəstəyi ilə öz məqsədinə çata bilir. Mati Vanqarinin xidmətləri dəyərləndirilmədi deyir, amma xeyr, dəyərləndirilir. O həm 2004-cü ildə, baxın, nəticə hissəsinə qeyd olunur. 2004-cü ildə Kenya və bütün Afrikada inkişaf, demokratiya və sülh yolunda apardığı mübarizəyə görə Nobel mükafatına layiq görülür və birinci abzasda da biz görürük ki, qeyd olunur ki, Nobel mükafatı almış ilk Afrikalı qadındır. Yəni ki, onun gördüyü işlər, xidmətlər dövlət tərəfindən dəyərləndirilir. B variantı yanlışdır. Qadınlar ştil almaq üçün müxtəlif plantasiyalardan yardım istəyirlər. Xeyr, çünki burada qadınlardan hətta biri qeyd eləyir ki, yəni biz hansı plantasiyadan bu qədər ştil əldə edə bilərik? Amma Vanqari cavabında deyir ki, biz plantasiyadan almayacağıq deyir, ştili özümüz yetişdirəcəyik. Yəni ştilləri özləri yetişdirirlər. C variantı yanlışdır. Nobel mükafatına layiq görüləndən sonra Vanqar yaşıl qurşaq hərəkatına başlayır. Xeyr. Yəni burada ağac qeyd olunur ki, burada ağac əkməyə başlayır və Kenya sərhədlərini də aşan yaşıl qurşaq hərəkatı başlanır. Yəni ki, Nobel mükafatı almadan əvvəl yaşıl qurşaq hərəkatı başlamışdı. D variantı da yanlışdır. Matinin nitqindən məlum olur ki, hökumət ağacları kəsir. Xeyr, biz onun nitqindən, yəni hökumətin ağacları kəsdiyini öyrənmirik. Qadınlardan biri deyir, yəni qadınların nitqindən öyrənirik ki, hökumət tarlalara yer açmaq üçün ağacları kəsir. Yəni Y variantı da yanlışdır. Düzgün cavabımız olacaq A variantı. Hansı plan bəndləri mətnin eyni tərkib hissəsinə aiddir deyir. Təbiətlə insanın vəhdəti əsas hissədədir. Nobel mükafatı alan ilk Afrikalı qadın bu giriş hissəsindədir. Hansı ki qeyd olunur ki, axırıncı cümləsinə baxsaq deyir, o Nobel mükafatı almış ilk Afrikalı qadındır. Yəni giriş hissədə danışılır bu haqda. Daha sonra yaşıl qurşaq hərəkatı da yenə əsas hissədədir. Vəziyyətdən çıxış yolu da əsas hissədədir. Hansı ki qadınlar ağac əkirlər, vəziyyətdən çıxış yolu belə deyim ki, təşkil edirlər. Hansı ki ştillər əkirlər və s. Yəni əsas hissədədir bu. Elmi nailiyyət yüksək vəzifə isə nəticə hissəsindədir. Burada qeyd olunur ki, elmlər doktoru olub, elmlər doktoru olmuş ilk qadındır. Yəni ki, eyni zamanda hətta burada Kenyanın ətraf mühit, milli sərvətlər və meşə nazirinin müavini vəzifəsində çalışmışdır. Burada elmi nailiyyətindən və yüksək vəzifəsindən danışır, yəni nəticə hissəsidir. Eyni tərkib hissədə 1 əsas hissədir, qeyd elədiyim kimi 2 giriş hissədir, 3 əsas hissədir, 4 əsas hissədir. Elmi nailiyyət və yüksək vəzifəsi nəticə hissəsindədir. Yəni eyni tərkib hissəyə aid olan plan bəndləri 1, 3 və 4-dür. Düzgün cavabımız olacaq C variantı. Növbəti, həqiqi sahibi olmayan torpaq yetimdir aforizmini deyir, mətnlə əlaqələndirərək fikir yazın, fikrinizi yazın. Burada biz həqiqi sahibi olmayan torpağın yetim olduğunu hansı hissədə görə bilirik?
Baxın, əgər Vanqari və tərəfdaşları, yəni digər qadınlar torpağa sahib çıxmasaydılar, həqiqətən də o torpaq yetim qalacaqdı. Hətta burada Vanqari bağırır, deyir ki, durun, torpağımız kimsəsiz deyil, yəni yetim deyil, biz ağacları geri qaytarmalıyıq. Onlar bir olaraq belə bir işə başlayırlar və sonda da qalib gəlirlər ki, burada yaşıl qurşaq hərəkatı başlanır. Daha sonra qeyd olunur ki, əkilən ağacların sayı 40 milyona çatır və s. Yəni həqiqətən də görə bilirik ki, biz bu hissədə, daha doğrusu mətndə görə bilirik ki, əgər bir torpağın həqiqətən bir sahibi varsa, həqiqətən onu qoruyan tərəfdaşları, sakinləri varsa, o halda torpaq yetim qalmış olmur. Yəni bu şəkildə əlaqələndirib yaza bilərsiniz Vanqari və onun tərəfdaşlarının timsalında. Və növbəti qeyd olunur ki, mətndə nöqtələrin yerinə uyğun gələn ifadəni yazın. Nöqtələrin yeri, baxın bu hissədir. Deyir ki, bizim salamat qalmağımız asılıdır. Bu hissəyə biz bir ifadə yazmalıyıq və yaxud da söz yazmalıyıq. Xanım Matiyə görə ətraf mühitin qorunması ilə insan hüquqlarının müdafiəsi arasında əlaqə var. Biz insanlar ekosistemin bir hissəsiyik. Bu sistemin bir hissəsini öldürəndə özümüzü də qırırıq. Buna görə də bu ekosistem olduğu kimi qalmalıdır, qorunmalıdır. Bizim salamat qalmağımız qeyd eləyə bilərsiniz ki, ekosistemin qorunmasından asılıdır və yaxud onun qorunmasından asılıdır və s. kimi fikirlər yazaraq həmin abzasa görə, həmin abzasa uyğun olaraq cümləni tamamlaya bilərsiniz. Belə, əgər hər hansısa bir sualınız yaransa, şərh bölməsindən qeyd edə bilərsiniz və bu tip videoların davamını istəyirsinizsə bizə dəstək olmağı, videonu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.